Ben uzman doktor Talib Qasımov, plastik rekonstruksiya cərrah mütəxəssisi. Bugünkü gün hal-hazırda əlimdə tutduğum cihaz, istifadə etdiyim cihaz Müller aparatıdır. Yeni nəsil vibro cihazdır. Yağları aspirasiya etmək üçün olan cihazda istifadə olunur. Bu cihazın özelliklerinden danışacağım. Adından görüldüğü kimi yeni nesil bir cihazdır. Tabii ki bu yeni nesil cihazlarda bu cihazların özelliği var. Bunlar yağdan kenar diğer toxumalara, sinir, əzələ dəstəsi, sinirlər, damarlar bunlara ziyan vermirlər. Bu aparatın özelliğiyle bundan əvvəlki nesil aparatlardan, cihazlardan fərqini söyleyeceğim. Tabii ki əvvəlki cihazlarda biz istifadə etmişik. Dəstəyi ağır olsa da bu cihazda əməliyyatdan sonra başka ince əməliyyatlar icra etdikdə yukarı ətrafda, yani sağ qolda, sağ sahil nahiyəsində qolda titrətmə effekti yaratmır. Yani başka bir işlem, başka bir ince işlem icra etdikdə daha tez adaptasiya edə bilirik. Bu cihazın özelliklerinden biri. İkincisi, cihazın uc dəstəyi, uc qismi, yağları əmmək üçün olan qismi həssas quraşdırılır, həssas hazırlanır. Ancaq bu işlem sırasında tez-tez dayanma, toxumalara toxunaraq işlemi qısaltmış olmur, dayanmır. Yəni cihaz işləməyə davam edir və maksimal şəkildə toxumaları, sinir damar dəstəsini və əzələ və digər toxumalardan qorunmanı saxlayır. Yəni cihaz mükəmməl olaraq davamlı şəkildə işləyir və ikinci ən əsas özəllik, yəni dəstək qismi, tutacaq qismi ağır olsa da işlem bittikten sonra yukarı ətrafda, qolda, əldə bir ağırlıq hissi yaranmır və digər ince işlemleri tez icra etmək olur, adapte etmək olur. Diğer bir özelliği cihazın dilinin çok rahat olmasıdır. Yani veriləcək mayenin ısıdılması ve praktik olarak hemen, yani işlemin su verme işleminden sonra diğer işleme keçilmesi, yağ alma işlemine keçilmesi, yani cihazın başına ayağa quraşdırılması çok pratiktir yani test üzerinde. Bu özellikler var. Cihaz özü de yani çok mükemmel bir cihazdır. Əldə tutulması, yağların əmilməsi və adapte olunması çok güzeldir. Hazırda gördüğünüz gibi yağları çekirik ve kısa bir zamanda inceltme yaratmak mümkündür. Ve bir özelliği de qeyd edeceğim. Bu cihazın sorma sistemi olan bir sistem rahat şekilde ayrılıp başka sorma sistemi olan bir cihaz qoşulabilir aparata. Yani aparatın icrası için aparat bir neçə hissəyə ayrılabilir ve sorma sistemini ayırıp tekrar yeni sorma sistemi qoşarak cihazı işletmek mümkündür. Mükemmel cihazdır, tövsiye edirəm ki, yani bizim yeni başlayan plastik rekonstruksiya cərrah uzman doktorlar ve diğer mütəxəssislər bunu istifadə etsinler ve cihazın hem de yan etkileri, yani xəstə sağlığı açısından çok önemlidir ki bu cihaz, yani orada düşündüğüm kimi, yani düşünür ki çok effektiv ve istifadə edirik. Çok yaxşı cihazdır, məsləhət görürəm ki bu cihazdan istifadə etsinlər.